10 ildən çoxdur o adam mən orada görürəm. Həmişə qardaşım gilə gələndə o adam orada görürəm. Tək bir şey istəyir, yəni ancaq kola içir o adam. Qardaşım ona hər gün bir dənə kola alırdı. Həmişə soruşurdum o adamı. Deyirdim, adı Nizamidir. Nizami dururmu, Nizami yaşayırmı? Deyirdi, hə, elə həmənki kimi. Yəni heç dəyişmir. Amma üzü saqqallı olurdu, saqqalı bura kimi düşürdü ya. Saqqalını qırxıb. Mehdi Hüseynzadə, adına Sumqayıt şəhər stadionu. İngiltərədə, İspaniyada hər bir stadion qabağında onun qəhrəmanının bir heykəli olur. Futbolumuz inkişaf eləməsə də, amma görkəmli stadionlarımız. Nəsimi, şair. Uşaq vaxtı rəhmətlik nənəm məni bura çox gətirmişdi. 28 il, 30 il bundan qabaq. Sadəcə təzə kraskalanıb, hər şey olduğu kimidir, heç nə dəyişmir. Maşınlar dəmirdən olurdu. Qaz 24-də falan oxşuyurdu, çoxsun da rəngi mavi. Buna da minmişəm, amma ən xoşladığım baxın, maral idi. Marallar var idi. Bunlar da hamısı qırılıb. Bunu sonradan qoyublar yəqin ki, qatarları. Bu maşınlar ən xoşladığımdan biri də bu maşınlardır. Buradan gedirdi, fırlanırdı. Biri də qırılıb qoyublar ora. Göyərçin simvolu. Bu da dəniz. Pizza Mizza. Dənizin bu qədər çəkildiyi açıq-aşkar. Baxın, bu restoran dənizin içində idi. Su buralara kimi gəlmişdi. Bax, indi qıpqurudur dəniz. Xeyli çəkilib.